İran şimal-cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində 160 kilometrlik Rəşd-Astara dəmir yolu xəttinin tikintisi üçün 100 kilometrdən çox yol qət edib. Bu barədə İran prezidenti Məsud Pezeşkiyan Aşqabadda Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı deyib. Astara-Rəşd marşrutu ilə bağlı artıq 100 kilometr qət etmişik. Bəlkə də ilin sonuna kimi 110 kilometrə kimi tamamladıq. O bildirib. Vladimir Putin isə dəqiqləşdirib. 93 kilometr. İran prezidenti cavabında qeyd edib. 100 kilometrdən daha çox, 106. Bu məsələni hər həftə izləyirik. Məsud Pezeşkiyan əlavə edib ki, prosesi 2026-cı ilin mart ayına qədər başa çatdırmağı planlaşdırırlar. Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran şimal-cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşd-Astara dəmir yolu xəttinin birgə tikintisinə dair saziş imzalayıb. Bu layihə Azərbaycan vasitəsilə Bəsrə körfəzi limanlarına fasiləsiz nəqliyyatı təmin edəcək. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sazişə əsasən Moskva və Tehran layihələndirmə, tikinti və xidmətlərin göstərilməsini birgə maliyyələşdirəcək. Dəmir yolunun tikintisinin 2026-cı ildə yekunlaşması gözlənilir.